Ya Allah, hər vaxtınız xeyir olsun. Əziz xalqımız, əziz millətimiz, Allah sizlərə bərəkət versin. Əziz dostlar, Ləzəri qəsəbəsindəyik. Ləzəri qəsəbəsində Ağsaray, Şadlıq Sarayının lap yaxın məsafəsində əziz dostlar, çox gözəl bir, belə deyək, prestijli bir ərazidə infrastruktur, yaşayış obyektlər, çox mərkəz bir hissədə əziz dostlar. Apartman 5 mərtəbəli binamızın 4-cü mərtəbəsini inşallah sizə təqdim edəcəyik əziz dostlar. Evimiz yaşayışlı evdir, tam sağlam evdir. İlk öncə sizə məlumat verim, nəzərinizə çatdırım əziz dostlar. Evimiz 2 mənzildir, birləşdirilib sadəcə olaraq. Deməli, 1-3 otaq, 1-2 otaq birləşdirilib. Böyük bir, geniş şəkildə bir 3 otaq yaradılıb burada. Çox gözəl dizaynlı bir evdir. Fərqli üslubla da əziz dostlar. Təmir super, yüksək səviyyəli. İnşallah təqdimat zamanı hamısını şahid olacaqsınız əziz dostlar. Qiymət də münasibdir. Kvadrat evimizin kupçası var. Mənzilimizin kupçası var. Kvadrat da 145 kvadratdır hal-hazırda və plus mansar. 40 kvadratda mansarımız var. O da tam təmirlidir. İnşallah Tural qardaşım onu sizə göstərəcək. Evimiz 2 balkondan ibarətdir. Evimizdə hal-hazırda mənzildə 2 balkon mövcuddur. Geniş bir mətbəx. Metlaq olan hissələr hamısı tam istipolla təchiz olunub. Hamam tuvaletin aksesuarları yerindədir. Çox danışmayın dostlar. Tural qardaşım sizə təqdimata başlasın. Mansarı da sonunda göstərərsən də. Deməli 145 kvadrat daxili ölçümüzdür. Mansard da plus 40 kvadrat əziz dostlar. İkisi birlikdə eləyir 185 kvadrat metr. Mənzilimizin yaşayış sahəsi. Buyur Tural qardaşım, təqdim elə. Əziz dostlar, gördüyünüz kimi. Qonaq otağıdır. Təxminən bura 40 kvadrata yaxındır əziz dostlar. 40 kvadrata yaxındır. Yəni də təkrar edirəm, 2 mənzil birləşdirilib burada. Evimiz əşyalı satılır. Sadəcə olaraq televizor götürüləcək burada. Elektron arabanı götürəcək. Tural, bir dənə mətbəxi görsəsən. Mətbəxə qapının ağzını göstərim buralar. Görsət. Hardan rəngsiz oradan başlayır. Əziz dostlar, qeyd edim ki, qapıdan içəri daxil olarkən sağda çox gözəl bir beləncə bir qardırovdur. Bura mətbəx deyil. Bəzi adamlar baxar edəblər mətbəx. Bura qardırovdur. Paltarları ütüləmək üçün, yığmaq üçün. Burada belə bir çamaşırxanadır bura. Çamaşırxanasıdır. Çamaşırxanadır. Orada görsət, duş kabini var orada. Görsət yaxşı. Bura isə hamam sanuzeldir. Bütün aksesuarlar hamısı ən keyfiyyətli aksesuarlardan istifadə olunur burada. Şəxsi evdir də, yəni belə deyək. Gördüyünüz kimi paslanmaz aksesuarlardan istifadə olunur. Gəl Tural, oralarda çox vaxt itirmə. Qarda burada təqdim edəcəm videomuza. O qədər gözəldir ki, maşallah. Adam istəyir ki, diqqətlə baxsın hər şeyə. Mebellər nəzərinizə çatdırın. Mebellər, qardaşlar mebel istehsalıdır. Tanınmış bir şirkət əziz dostlar, reklama olmasın. Çox keyfiyyətli məhsullardır bunların məhsulları həqiqətən də. Mətbəxi gəl Tural. Bəh, maşallah. Mebel, çox gözəl. Xüsusi işlənmişdi mərmərlə. Hamısı bunlar da qardaşların məhsuludur. Baxın, əziz dostlar, ən bahalı 2 qapılı hava dəmirlərdən ən bahalılardan belə deyək. Balkonu da 2 balkon var. Gəl balkonu göstər Tural. Balkonu da göstərəcəm. Əziz dostlar, əvvəl otaqları göstərəcəksə, sonra balkonu. Desk otaq. Çox gözəl. Hər bir şey burada qalacaq əziz dostlar. Hər bir şey burada qalacaq. Tam əşyalı satılır, bir dənə televizorlar götürüləcək. Gördüyünüz kimi uşaq üçün yığılmış bir otaqdır. Zövqlü bir evdir. Bir də əziz dostlar, nəzərinizə çatdırım. Bu mənzilimizdə cəmi bir qonşu divar var. Bir qonşu divar var. Nə qədər pəncərə varsa, binamızda, mənzilimizdə nə qədər pəncərə varsa, hamısı qarşısı tam açıq, maneəsizdir. O balkonda var, onu görsək. Buradan da balkona çıxış var əziz dostlar. Burada qardırovdur. Göstər qardaşım. Çox səliqəli və keyfiyyətli. Materialların işlənilməz əziz dostlar, həqiqətən də mükəmməldir. Mənzilimiz də mükəmməldir. Əşyalar da mükəmməldir. Ölçüsü də mükəmməldir. Maşallah. Baxın əziz dostlar. İndi deyəcəm, yenə deyəcək reklamlayır. Baxın, bu da qardaşlar mebel şirkətinin məhsullarıdır. Həqiqətən də niyyətimiz kimsə reklam etmədir, amma həqiqətən də sağlam işə qiymət vermək lazımdır. Bunların məhsulları çox gözəl olur. Alanlar bilir. Buradan da göstər qardaşım. Buradan balkona çıxış var, sizə göstərəcəm. Balkona çıxışı göstərirəm sizə. Evimizin hangi sistemidir?
Buradan yuxarıya çıxışdan indi sizə o üst tərəfdən göstərəcəm. Gəl qardaşım. Keçə indi Divanı yaxşı göstərdin də. göstərdim. Hamısını göstərmişəm diqqətlə. İndi mansardı göstərirsən, hə? Baxıblar. Mansardı göstər. Keçək mansar. Mansar. Dostlar, burada mansara çıxışdı. Burada da mansardır, gördüğünüz kimi. Yani burada yayda, orada da əl üz yumaq üçün ummanlik qoyulub gördüğünüz kimi. Qonaqlarını yığ bura. Yani buradan çox yer görsənir deyənə ətraflı hər yeri göstərmirəm müəyyən bir səbəblərdən. Ona görə Əladır, əla. Burada insan darıxmaz. Hər tərəf şey görsənir. evin içində qiymətini deyir. Burada elə bir panorama var ki, hansı mənzərə istəsən burada var. Demək əziz dostlar, bu gözəl evimizin, tərifə layiq evimizin qiyməti, yəni də sonunda təkrar edirəm əziz dostlar, Biləcəri qəsəbəsi, Aksaray Şadlıq Sarayının yanı, tam mərkəzdə Kupçalı 140 kvadrat, 45 kvadrat yaşayış sahəsi, plus 40 kvadrat mansard hissəsi əziz dostlar, sağlam bir ev, yəni pulu ver, köç, yaşa. Evdə hal-hazırda yaşayış yoxdur, ona görə də köçmə prosesi tez baş verəcək inşallah əziz dostlar. Qiymət təyin olunub, ev sahibi tərəfindən 290 min manat. 290 min manat nəzərinizə çatdırıb mənzilimizin kupçası var. İnşallah ki, real müştəriyə də endirim olunacaq. Allah xeyir versin. İpotekaya da yararlıdır. Bəli, ipotekaya da yararlıdır əziz dostlar. Allah xeyir versin alana da, satana da və əziyyəti keçən bizlərə də. Amin inşallah.